Salam Leyla xanım, necəsiz? Leyla xanım, mən sizin yeməklər haqqında öz rəyimi sizə heç bildirməmişəm əməlli başlı. Ona görə istədim sizə bir səs atım. Yeməkləriniz möhtəşəmdir. Daddır, hamısı bir-birindən daddır. Çeşidlər fərqli, rəngarəng. Səhər, günorta, axşam fərqi yoxdur. Hər biri dadlıdır. Dadlarına söz ola bilməz. Ən önəmlisi reseptlər heç vaxt demək olar ki, bir-birini təkrarlamır. Mən hətta deyərdim təkrarlasa belə elə bir qəbahət yoxdur burada, amma mən başqa yerlərdən alırdım reseptlər əvvəllər. Məsələn, sup yeyirdim, görürdünüz ki, salat olurdu, dadlı olmurdu deyə 1-2 qaşıq yeyib qoyurdum qırağa. Amma sizin yeməklər o qədər dadlı olur ki, mən onu axıra qədər yeyirəm. Həqiqətən axıra qədər yeyirəm ki, bir qram da belə atılmasın. O qədər dadlı, o qədər gözəldilər və dediyim kimi çeşid hədsizdir. Səhər yeməkləri də dadlıdır, günortada, axşamda, istir suplarınız, istir göndərdiyiniz ət yeməkləri olsun. Çox razıyam, çox dadlıdırlar və ən önəmlisi onları yeyərək çək itirirəm. Diyetimin 10-cu günündə, 10-cu 11-ci günündə mən sizə demişdim də 2 kilo çək itirmişdim. Bu gün artıq elə bilin ki, 2 həftəsi tamam olub. Təxminən 3 kilo çək itirmişəm. Dedim sizə bir təşəkkür eləyim. Həqiqətən sizin yeməklər fərqlidir, dadlıdır və bu hiss olunur. Bu istər o yeməyin tərkibinə nə qatırsınız dəqiq deyə bilmərəm. Yəni yağ olaraq yəqin ki, zeytun yağıdır, yəqin ki, kərə yağıdır. Çünki nə hər hansı birini qatırsınızsa da çox keyfiyyətlisini qatırsınız. İnqrediyentlər özləri çox dadlıdır. Suplar möhtəşəmdir. Bu qədər sup çeşidi mən hələ heç harda yeməmişəm. Eee, yəni bir sözlə mükəmməl. Əllərinizə sağlıq, ürəyinizə sağlıq. Çox gözəl mənə diyet proqramı seçmisiniz, təyin eləmisiniz. İnşallah belə də davam edib daha çox çəki verəcəm. Çox sağ olun hər şeyə görə.